Əziz müminlər, buyurulub ki, müminin bir dənə böyük bəlası var. Çox böyük bəlası. Mümin bunu ilə vuruşur. Əslində qalsın, vuruşursa mümindir. Vuruşmursa artıq iman gedir asta-asta. Bu nədir? Bu qəflətdir. Qəflət. Qəflətin mənası nədir? Bir şeydən xəbərsiz olmaq, diqqətsiz qalmaq. Yəni, insan bir şeydən qalır, nə olur? Xəbərsiz olur və yaxud diqqətsiz olur. Bir şeydən diqqətsiz olur. Diqqət. Bəziləri bunu yatmaq deyiblər. Yuxu deyiblər buna, yuxu. Amma bizim bildiyimiz kimi belə biyoloji yuxu yoxdur. Gözdür yumdur, göz eşitmir, qulaq görmür, o cünə yatmaq. Yox, göz də açıqdır, qulaq da açıqdır, amma yatıb. Yatan nedir? Qəlb. İnsan belə yatanda beyni yatır. Amma belə deysə nə yatır? Qəlb yatır. Bu da böyük bir bəladır. Adam elə yatar ki, Allah göstərməsin. Bir də aylar ki, işdən keçib. Neyse, yadıma bir filmdən düşdü. Bir film var idi, Ad Günü. Xatırlayırsınız onu. Gedir ad günü üçün, oğlan ad günü üçün bazarlıq edir, falan edir, yorulur, yatır. Bir də ayılır ki, artıq nədir? Ad günü bitir. Adam elə yatar ki, bir də ayılar ki, işdən keçib, hər şey bitir. Qəflət həqiqəti bilə-bilə ona uyğun yaşamamaqdır. Sən həqiqətləri bilirsən, amma ona uyğun yaşamırsan. Bax, bu sözü deyim, qəflətlə cəhalətin arasında fərq var. Cəhalət odur ki, bilmirsən. Xəbərin yoxdur heç. Heç xəbərin yoxdur. Məsələn, ola bilər dünyada bir çox yerlərdə insanlar var ki, heç eşitməyib, onun xəbəri yoxdur ki, qiyamət olacaq. Məsələn, İslamın əvvəllərində Peyğəmbər qiyamətin xəbərini verəndə hamı bir-birinin arasında sorğu-sual edirdilər. Nəbə'ül azim deyirdilər ona. Nəbə'ül azim. Əzəmətli bir xəbər, böyük bir xəbər. Qiyamət nədir? Dirilər, ölülərin yerindən dirilməsi nədir? Sorğu-sual nədir? Ərəblərdə yox idi bu. Müşriklərdə bu yox idi. İnanc var idi. İnancı var idi. Amma qiyamət yox idi. Diksinirlər. Necə təzdən biz yeni hesabat verəcəyik biz. Bu elədiklərimizin sorğu-sual olacaq. Yenidən diriləcəyik. Nəba surəsi. Nəba surəsi xəbər verir. Onu bilmirdilər. Bir də var, bilirlər. Qiyamət olacaq, bilirlər, ölüm olacaq, bərzəx olacaq, sorğu olacaq, sual olacaq. Amma elə yaşayırlar ki, elə bir ölməyəcəklər. Bunu deyirlər qəflət. Ölməyəcək kimi, sorğu-sual olunmayacaq kimi, qiyamət olmayacaq kimi, Allahın huzurunda durulmayacaq kimi yaşamaq. Halbuki bilir, ölümdə var, bərzəxdə var, qəbirdə var, məhşərdə var, sorğuda var, sualda var, mizan tərəzidə var, siratda var, bunları bilir. Amma elə yaşayır ki, sanki bunlar heç biri olmayacaq. Quran buyurur, danlayan zaman Quran müminləri belə buyurur. وَلَا تَكُنْ مِنَ الْغَافِلِينَ Gafillərdən olma günah. Gafillərdən olma.
Bir çox səbəb deyiblər qəflət üçün. Bir çox səbəb deyiblər. Onlardan da ən başda bunu deyiblər ki, qəflətin kökü insanın dünyaya həddindən artıq bağlanmasıdır. Biz də dünyaya bağlanmışıq. İstəsək də, istəməsək də. Həzrət Əli Əleyhisselam buyurur ki, insan dünyanın evladlarıdır. Dünyanın evladlarıdır. Çünki biz bu dünyadan yeyirik, içirik, gezirik, istifadə edirik, ahirətdə qazanırıq və s. Dünyanın evladlarıyıq da. Dünyasız mümkün deyil. Səhər tezdən durmalısan, işə getməlisən, çalışmalısan, halal ruzə əldə eləyib, gətirib evladlarına verməlisən, bu təbiidir. Bu da dünyadır. Amma həddindən artıq qəlb bağlamaq. Həddindən artıq qəlb bağlamaq. Deyik, kim dünya, hədis Əli Əleyhisselam bu dedi, kim dünyanı çox yad etsə, Allah onun qəlbini kör edər. Yad etmək, yəni zikr etmək. Hədis babı cümlədir. Mən əktərə min zikrit dünya. Biz deyirik, hər zaman nəyi yad eləyək? Allah'ı yad eləyək. Ölümü yad eləyək. Ahireti yad eləyək. Düz. Bir insanın zikri Allah'tan çox olub. Bir şey haqqında Allah'tan çox olub. Bir insanın bir şey haqqında zikri ölümdən çox olub. Yaşamaq haqqında ölümdən çox fikirləşir. Pul haqqında Allah'tan çox fikirləşir. Həddini keçdi ya yox? Keçdi. Səhərdən axşamacan fikirləşir ki, hardan qazanım, hara tapım, hara verim, harada eləyim, harada gezim, harada yiyim, harada içim, harada əylənim, harada kef eləyim. Beyin bunu işte zikirdir də, bu yada salır. Bu zikir, eyləmək yaxşıdır, yoxsa yox? Budur, müminin elə istirahəti özü də bir nədir? İbadətdir. Pul qazanması əladır, qazanacaq, ailəsini ehtiyac içərisində qoymayacaq, nikahı var, fəqirə də əl uzadacaq, gözəldir bu. Amma Allah zikrini keçəndə bu, Allah zikrini keçəndə artıq qəflət başlayır. Surət qalxır. Bu hədd keçdi, surət daha yuxarı gedir və aşağıya düşəcək. Namazda da Allah yada düşməyəcək. Elə hardan alım, hara belə. Namazda belə yəni. Bir nəfər dedi ki, Allah'a pənah aparım. İxlas haqqında söhbət edirdilər. Ki, daha gənc idi. Biri aşık idi, bir kıza aşık idi. Deyir, mənim adətimdir ki, namazın sözlərini mənası ilə deyəm. Deyir, o qızı o qədər istəyirdim ki, o qədər beynimdeydi ki mənim. O ki, gəlib çıxırdım, deyirdim bu kəlməni ki, وَلَمْ يَكُنْ لَهُ كُفُوًا أَحَدٌ sənə tay, bənzər, misl olan yoxdur. O qız qalırdı, dururdu gözünün qabağında ki, sənin tayın yoxdur. Anladı bildin mi? O birisi de ona dedi ki, mən o qıza o qədər vurulmuşdum ki, o qızın eşqi məni Allah dost elədi. Dedi, necə? Deyir, bu ayə gəlib yetişən ki, وَلَمْ يَكُنْ لَهُ كُفُوًا أَحَدٌ sənə tay bənzər yoxdur. Allah'ı otuzdururdum qəlbimdə, onu çıxardırdım. Eyni ayə, baxışlar fərqli. Yanaşmalar fərqli, subhanallah. Qəflətin əlamətləri nə olur insanlarda? Bir, ölümü çox uzaq görür. Ölümü çox uzaq görür. Hələ var. Amma bizə necə deyilib? Hədisi də var da Peyğəmbərdən. Deyib, gündə özünü 3 dəfə harada görgünən? Mürdəşirin əlinin altında. Gündə 3 dəfə o yadı, mürdəşirin əlinin altında gör. Yerinə girəndə dinən durmamaq da var.
Evdən bayıra çıxanda ilə qayıtmamaq da var. Elədir ya, yox. Orada insanlar evindən çıxdı, evinə qayıda bilmədi. Yatdı, dura bilmədi. Deyir, yad elə. Ölümü yad eləməsən, qəflətdə qalacaqsın. İkinci əlaməti günahı kiçik hesab eləməkdir. Əşşələ qurban Allah. Əşşə qurbanım Allaha, demək sən haradasan? Qəflətdəsən. Bu dilindən çıxdı, bu zehni və gəldi, bilgini artıq sən qəflətdəsən. Günah əzəmətli deyil sənin üçün, günah qorxulu deyil sənin üçün. Əlinizin neydi günaha qarşı? Necür neydi günaha qarşı? İmam Həsən necür idi günaha qarşı? Günah o qədər böyük idi onlar üçün. O qədər qorxulu idi onlar üçün. Üçüncü əlaməti tövbəni sonraya saxlamaq. Eləyərəm, tövbə eləyərəm. İçinə gəlir ki, tövbə elə. Edəcəm, sabır eləyərəm. Artıq bu bilirsən nəyə bənzəyir? Özün özünə laylay deməyə. Uşağa nasıl laylay deyir, asta-asta yatır. Burada da insan öz-özünə laylay deyir, eləyərəm, sabır eləyərəm. Ziyarətə gedəndə eləyəcəyəm. Qədir gecəsində eləyəcəyəm. Aşurada eləyəcəyəm. Özün özünə laylay çalırsan. Bax, yatan adam necə olur bir bax. Birdən elə bir yerinə girən kimi gözünü yummur ki, yatmış ki, girir yerin içərisinə, asta-asta nə baş verir? Asta-asta mürgü, sonra göz görmür, qulaq eşitmir, daha da qulağı da eşitmir. Qəflətdə birdən adam qəflətə düşmür, babalardan düşür, asta-asta düşür, asta-asta. Zikirdən uzaq düşdükcə, bunlar hamısı zikirdir. Zikir bu deyil, subhanallah, subhanallah, subhanallah. Xanım Fatimə Zəhranın zikrini edirik, qürbətən Allah. 34 dəfə, Allahu Ekber, Allahu Ekber, Allahu Ekber, Allahu Ekber. Qəlbin xəbəri yoxdur ya bundan. Yox, bir dənə Allahu Ekber deyil, əbi yox. Amma Allah böyük bilərəkdir. Əzəmətli bilərəkdir. Bir dəfə subhanallah deyil, amma Allaha bütün nöqsan sifətlərindən pak olaraq de. Bir dəfə elhamdülillah de. Allah'ın bütün yarattıqları üçün, öz varlığın üçün Allaha həmd sənalar elə. Elə zikir ki, qəlbin ondan xəbəri olsun, düşüncənin, zehnin xəbəri olsun. Budur ki, buyururlar, dördüncüsü budur ki, namazı, zikri ağır görə. İnsan qəflətə düşəndə namaz ağır gəlir adama. Muizəyə qulaq asmaq ağır gəlir adama, bezir adam. Qulaq asmaq istəmir. Başqa söhbət elə. Görürsən, birinin yanında bir din söhbət eləyirsən, 5 dəqiqə, 3 dəqiqə bir ölümdən, axirətdən, məaddan, qəbirdən ifadələr işlədirsən də, ayələrdən, başqa söhbət eləyək də, sıxıldı. Yüngül söhbətlər istəyir, əyləncəvi söhbətlər istəyir, anekdot istəyir. Unutduran şeylər istəyir. Çünki ayılmaq istəmir. Bəzən adam doğrudan da ayılmaq istəmir. Elə yatır ki, ayılmaq istəmir. Olmayıb bizdə. Durğuzurlar, durmuruq. Durğuzurlar, durmuruq. Elədir ya. Elə bir şeydir. Qışqırırsan da bəzən. Ya qoy yatımda 5 dəqiqə yatım duracağım. Ayılmaq istəmir qəflətdən insan. Danışma bunları istəmirəm. Qəflət ona rahatçılıq gətirir. Məsuliyyətsizlik gətirir, bax. Məsuliyyətsizlik. Amma bir gün oyanacaqsan. Peyğəmbər buyurur ki, bir gün oyanacaqsan. Bir gün ölməkdə oyanacaqsan. Mütləq də oyanmaq.
Beşinci deyiblər, dünyanın keçici olduğunu bilə-belə ona həddindən artıq bağlanmaq. Bilirsən, dünya keçicidir. Amma elə bağlanmışsa, ona ki, elə bilgilən ki, sən də dünyada baqi olacaq, qalacaqsan. O mal da baqi qalacaq. O mal da baqi qalacaq. Bir salavat göndər. Şu ayədə buyurulur, salavat göndər bir daha da. Bəli. Buyurulub ki, qəflət insanın yuxuya verər. Yuxuya verər. Vərəqləri qarışdırmışam. Sırada gəl. Cəfər müəllim. Ya Allah. Bəli, əzim müəllim. Baxın, vərəqsiz danışır. Bəzən insan öz eyblərini görmür. Görməməyin səbəbi özünü hesabat eləmir. Hesabat eləmək. Biri özünü hesabat eləməsə, əyərini, əksiyini görməyəcək. Bir adam bir market işlədir, bir ticarət eləyir, atçıq deyirlər, hesabat aparmır. O bilməz nə qədər qazanır, nə qədər ziyan edir. O bilməyəcək onu. Elə buradan götürür, satır, buradan götürür, xərcləyib. Belə işlətmək olar, olmaz. Mütləq gərək ayda bir dəfə də olsa nə etsin? Hesabat aparsın. Amma bir ay ömür üçün çox uzundur. Gərək sən hər gün hesabat aparasan. Hesabat aparmayan adam öz eyblərini bilməyəcək. Öz nöqsanlarını görməyəcək. Nöqsanlar görünməyəcək hesabat aparmasa. Bir nəfər mənim bir dostlarımdan vardı, bir dənə dəftər tutmuşdu özünə. Deyirdi, mən günahlarımı, nöqsanlarımı hər gündəlik nə səhv elədim, nə nöqsan elədim, nə günah elədim, onu yazacağım. Özü də mənim tanıdığım ən mömin adamlardan idi. Ən mömin adamlardan idi. Allah salamat eləsə qardaşım. Bir qədərdən sonra dedim, yazsan, dedi, yaza bilmədim. Dedi, yaza bilmədim. Yoruldum yazmaqdan. Qeybətə qulaq asmaq məcburi. Gördüm ki, bu günləri 5 dəfə qulaq asmışam. Filan işdə məsuliyyətsiz eləmişəm. Belə yazmışdı da orada da nələr eləyə bilər adam. Gün ərzində insanda nə günahlar. Gördüm, mənim işim dəftər yazmaqdır. Acı, ən bildiyim möminlərdən idi ya. Ən bildiyim möminlərdən. Birdən düşünmədən desələr, tez bir mömin adı deyim, mənim qardaşlarım deyər. Allah hamımızı salamat edir. Burada ondan da möminləri var. Sadəcə mən tanıdığım adamlardan idi. Elə bir cür adam idi, elə bir cür. Dedi, gördüm ki, adam belə olanda bilmir ki. Ne olub mənə? Ne olub mənə? Gəl bir hesabat elə görəcəksən nə olacaq sənə. Bir qoy bunu da deyim, bir alimlərdən birisi var idi. Qədir gecəsində gördülər ki, qışqırdı ürəyi, qışqırdı, getdilər görürlər ürəyə gedib. Ürəyə gedib. Ayırtdılar bunu, dedi, nə olur? Dedi, özümə hesabat eləyirdim.
Özümə hesabat eləyirdim. Hər günmə bir dənə günah yazdım. 65 yaşım var, 15'e çıxdım, 50 ilə hər ili 365'e vurdum. Hər günə bir günah yazdım, ürəyim patladı, az qaldı ürəyim patladı. Ay Allah. Ay Allah, mən bunları necə yuyacağım? Mən bu xətalar, bu sözlər, bu qəlb sındırmaqlar, obrisilər, bubrısılar, nə bilim, əşi dediklərim, bunları bir dənə sən əşi demək keçib üstündən yaz. Hesabat var. Bir adama deməzsən ki, bu səhvdir. Bir adama deməzsən ki, əşi, bu günahkardır. Bir adama deyə bilməzsən, çünki öz-özünü gördün də. Bir alimlə bir arif görüşür. Alim bu təcrübə elmləri bilən alimlə gedir, ha. Elm alimidir. Arifin üzərinə bu Allah dostun üzərinə hücum edir. Deyirəm, mən fiska bilirəm, fisk oxumuşam, fiska bilirəm, kimya oxumuşam, kimya bilirəm, zoologiya oxumuşam, zoologiya bilirəm, nücum oxumuşam, astronomiya bilirəm, bu kitabı bilirəm, bunu bilirəm, o kitabı bilirəm, bunu bilirəm, oxumuşam, bilirəm deyir. Arif sakitcə durdu, baxdı buna. Dedi, özünü də bilirsən, özünü də bilirsən, özünü də oxumusan, çıxışdı qaldı. İnsan özünü bilməsə, bildiyi hər şey onun əksinədir, əleyhinədir. Öz nəfs kitabını oxumasa, oxuduğu hər kitab onun əleyhinədir. Hər kitab onun üçün hicabdır. İmam Əleyhisselama buyurdular ki, ya İmam. İmam buyurdu ki, 70.000, bəzi yerdə 70 nurdan hicab var, 70 zülmətdən hicab var. Hicab, Allahla bəndə arasında hicab. Dedilər, nurdan da hicab olurdu, bəli. Dedi, məsələn, elm. Özünü tanımadan elmin artsa, nə olar? Elə o sənin üçün bir hicab olar, Allahdan uzaqlaşdırar. Bir-iki dənə astronomiyadan, fizikadan oxuyublar, Allahın sənətinin əsərini oxuyublar, Allaha inkar verirlər. Allahın sənətindən arqument gətirirlər, Allahın var olmamasına sübut gətirirlər, inkar gətirirlər. Çıxıb ortalığa oynayırlar bunlar. Düz deyil. Bəli, insan görürsən ki, dindirirsən, görürsən, siyasətdən danışsan, siyasət bilir, ticarətdən danışsan, ticarət bilir, texnologiyadan danışsan, texnologiya, hər şeyi bilir, amma özünü bilmir. Özünü bilmir. Özünü bilməyən insan qəflətdədir. Səbəblərindən birisi də budur. Özünü bilməyən insan qəflətdədir. Belə deyəcəksən, onu sən belə bilməzsən. Özü biləcək. Necə edək? Nəyə indi? Zikir. Zikir. Ölümü zikir. Yadasan. Qəbristanlığa gedəndə deyən ki, bax, bu gezirdi məni ilə 5 ay qabaq, 1 ay qabaq, indi buradadır. Və özü də bilmirdi nə vaxt girəcək bura. O elə bilirdi ki, bu da bir 95 yaşayacaq. Yox, bax buradadır. Ölümü zikir. Quranla ünsiyyət eləmək. Quran böyük muizədir. Çox böyük muizədir Quran. Qəlbi Quran qədər titrədən bir şey yoxdur. Mən kimlər 100 dənə muizə eləsin burada. Sən bir dənə özün Quranla ünsiyyət yarar. Quran, görsən oxuya bilmirsən. Bir səhifədən axır tərcüməni oxuya bilirsən ya, yox. Oxuyursan, görsən titrədir adamı, Allah-u Ekber. Gündəlik nəfsini mühasibə elə, salih insanlarla oturdur. Salih insanlar insanı qəflətdən oyadır. O ki, əməli salih insanlar var, ha.
Görürsən, oturursan onların arasında deyir ki, mən filan namazları qılıram, mən filan zikirlər eləyirəm, nə bilim, gecə namazını qıldım, filan. 3-4 də belə də söhbət düşəndə aranızda, məsələn, özünü tanıtdırmaq üçün yoxa, sadəcə olaraq da bir yoldaş kimi danışanda, göz ağrı ki, insanda nə olur? Ailə ki, mən neçə vaxtı gecə namazı heç qılmıram, yadımdan çıxıb. Mənim də qəza namazlarım var, qalıb. Ayıldır adamı. Salih dostlar, Allah salih dostları hifz eləsin. Və bunlar, qısaldım sözümü, və bunlar və Allah'a zikr eləmək və bunlar hamısı nə edir bizdə? Qəflətdən oyadır. Bu sözü bilədiyim, əvvəldə dediyim kimi, müminin ən böyük bəlasıdır. Müminin ən böyük bəlası qəflətdir. Cəhalətdir, mümin cahildir. Biz hər şey bilirik. Hər şey bilirik. Sadəcə olaraq bilməyimizə baxmayaraq bilməyən kimi yaşayırıq. Allah bizi ayılsın. Rəhməti ilə ayılsın. Bir də görərsən şilləsi ilə ayıldar adamı. Allah şilləsi ilə deyir, rəhməti ilə ayılsın bizi.